Mən hesab edirəm ki, hər hansı bir peşədə olmasından asılı olmayaraq insan əxlaqlı olmalı. Cəmiyyətimizin tələbidir ki, insan əxlaqlı olsun. Orta məktəbdə oxuyanda digər fənlərlə yanaşı əxlaqdan da qiymət verirlər və əgər əxlaqdan aşağı qiymət alan şagird olanda buna biraz yaxşı baxmırdılar ki, yəni buna deyirlər ki, bu nadinc olmağı, əxlaqsız olmağı demək deyil ki, indi mən burada əxlaqsızlıq məsələsini demək fikrində deyiləm. Amma hesab edirəm ki, elə birinci növbədə peşədən asılı olmayaraq hər bir şəxs əxlaqlı olmalıdır və əxlaqlığını nümayiş elətdirməlidir. Peşəkar olmayan vəkil təsəvvür eləyə bilmirəm. Yəni bu vəkil həqiqətən əgər bu vəkildirsə, bu peşəkar olmalıdır. Ola bilər ki, biraz təcrübəsiz vəkil olsun, yeni vəkil olsun, hələ bir o qədər vəkillik fəaliyyətinə alışmamış olsun. Amma bu vəkil elə peşəkar olmalıdır. Peşəkar vəkil üçün də bu hesab edirəm ki, əxlaqlılıq elə cəmiyyətdə nümunəvi insan olmaq deməkdir.